Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 maaşlarından harca 300-400 metr məsafədə, qapının ağzına qədər demək olar asfalt olan ərazidə bir otaqlı, tam əşyalı, təmirli bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram, ev kamerindən təchiz olunub. Baxın. Yəni hər şey qaydasındadır, bir otaqlıdır, əşyalıdır. Daxil olub buradan evin içinə. Girən kimi daxil olduq. Sol tərəfdə belə. Demək gördüyünüz kimi pitmutka qoyulub, əl üz yumaq üçün burada ummanlik qoyulub. Sağ tərəfdə burada sanucel hissəsidir. Gördüyünüz kimi təmiri qaydasındadır. Ev təmirli bir evdir, hörmətli izləyicilər. Sadəcə bir otaqda, həm də əşyalı satılır. Buradan daxil oluruq evin içinə. Girən kimi, gördüyünüz kimi bir otaqdır. Hər şey buradadır. Yəni stoldur, yataq dəstidir. Hamısı qoyulub bura, gördüyünüz kimi. Evdən demək olar nə var, hamısının ev içində qalır. İstili sistemidir, stoldur, taxtdır, nə televizordur. Bax belə göstərirəm, diqqətlə baxın. Hamısı evin içində qalır. Burada mətbəx hissəsidir. Mətbəxi də gördüyünüz kimi ayrıdır. Mətbəx mebelləri zadı gördüyünüz kimi hamısı sağlam vəziyyətdədir. Burada hörmətli izləyicilər, bir dənə demək, xaladeliklə paltar yuyma maşını götürüləcək. Qalan nə varsa evin içində qalacaq. Televizordan tutmuş, tağ, hamısı qalacaq evin içində. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Sesal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evlər izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürməyin yaddan çıxmasını, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 31.000. İçi dolu əşyalıdır. Yeri yaxşı yerdir, sakit yerdir. Real olsa endirmə birbaşa ev sahibi ilə danışacaqsınız. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.